Vaxtınız xeyir olsun. Həftənin ən maraqlı mədəniyyət xəbərlərinin xülasəsi ilə Afişa efirdədir. Dahi Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasının bu dəfə Bakı tamaşaçısı tam fərqli interpretasiyada. İki gözəl və sevilən sənətkarlarımız xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımovanın həmçinin pantomim teatrının aktyorlarının ifasında izlədi. Heydər Əliyev Sarayında Şəb-i Hicran adı altında ilk dəfə təqdim olunan şou konsert proqramı zamanı. Azərbaycan muğam sənətinin zirvəsində dayanan xalq artisti Alim Qasımov və onun sənət davamçısı əməkdar artist Fərqanə Qasımova klassik şərq ədəbiyyatının şah əsəri Leyli və Məcnun əsasında hazırlanan Şəb-i Hicran adı altında yeni və bənzərsiz muğam kompozisiyasını təqdim etdilər. Bu möhtəşəm gecədə fitri istedad sahibi olan ata və bala muğamın incəliklərini, improvizasiya və dramatik gücünü böyük bir poeziya ilə birləşdirərək səhnədə canlandırdılar. Heydər Əliyev Sarayının möhtəşəm səhnəsində baş tutan bu musiqi ziyafəti həm muğam həvəskarları, həm də ədəbiyyat və teatr sevərləri üçün unudulmaz bir sənət hadisəsinə çevrildi. Əslində Dahi Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasının əsasında hazırlanan Şəb-i Hicran yeni və fərqli bir interpretasiyada olan təqdimatdır. Layihə 10 ilə yaxındır ki, Amerikanın demək olar ki, hər yerini qarış-qarış gəzib, amma paytaxt tamaşaçısına ilk dəfə olaraq göstərilir. Bütün ştatlarda konsert vermişik, Avropa ölkələrində konsert vermişik. Ondan sonra da rəqs qurdular. Mark Morris bu Leyli Məcnuna rəqs qurdu. O da bütün ştatlarda konsert oldu. Ona görə mən də bunu istəyirəm ki, ürəyimdə arzu var ki, mən də bunu həmən o səfkini ki, onlarla necə eləmişdik, onları da burada Azərbaycan tamaşaçılarına göstərək. Və bu göstərə indi gəldik bu vəziyyətə. Burada da ki, orada 7 Məcnun, 7 Leyli vardı Amerikada. Amma burada indi 2 Leyli, 2 Məcnun var. Bu 2 Leylilər də Məcnunun daxili aləmini oynayırlar. Və bu da bir tamaşada da hazırlanıb, sağ olsunlar Hafiz müəllim və Bəhruz müəllim. Bu işdə çox böyük əziyyətləri var. Biz də çalışmışıq ki, nəyisə biraz oxşadaq və çalışmışıq cəmaatın xoşuna gəlsin. Mən atamın gözümü açandan, onda yaşım çox az idi. Leyli həmişə Məcnun obrazında izləyirdim. Əlbəttə, mənim daxilimdən bir böyüdükcə bir eşq keçdi ki, atamla Leyli Məcnun oynayardım. Və bu arzular ki, toxumlar idi. Amerikada biz Yoyomanın İpək Yolu Orkestri ilə illərlə biz bu obrazları yaşadıq. Yəni, oturan yerdə oxuduq, ancaq onlar sonradan onlara rəqslər qurdular falan və inanın ki, bu Amerikada o qədər bu operamız o qədər də əcnəbilər, yəni deyək, xaricilər tərəfindən o qədər xoş qarşılandı ki, bir növ içimizdə belə bir qısqanclıq da yarandı ki, bunu bizim Azərbaycanlılar da görməlidir ki, bu Leyli Məcnun əsərləri hardan fırlandılar, yenə də öz vətənlərinə, öz sevdiklərlə qovuşdular. Ancaq burada biraz fərqli olacaq. Klassik Leyli Məcnun adət-ənənəsindən çıxmışıq. Əməkdar incəsənət xadimi Hafiz Quliyev və əməkdar artist Bəhruz Vaqifoğlu'nun rejissor quruluşunda gerçəkləşən gecədə görkəmli sənətkarlarımızı səhnədə Azərbaycan Dövlət Pantomim Teatrının aktyorları Cavad Nur və Jalə Novruzova təqdim etdikləri rəqs kompozisiyası ilə müşahidə etdilər.
Beləliklə, Azərbaycan muğam sənətinin əfsanəvi ifaçısı, dünyada ən unikal səs sahibi kimi tanınan Alim Qasımov, qızı musiqi yaradıcılığı ilə hər kəsin qəlbini fəth etməyə bacaran Fərqanə Qasımova ilə birlikdə növbəti dəfə Bakı tamaşaçısını musiqinin unudulmaz seyirli dünyasına qərq etdi. Rəssam uşaqların hər bir əl işi, onların sonsuz xəyal gücünü, daxili dünyalarını, onların ətraf aləmə baxışını və ən əsası rənglərin onlara bəxş etdiyi sevincini əks etdirir. Rəssamlıq Akademiyasında təşkil olunan Artilab adlı sərgi də məhz bu sadaladıqlarının bariz nümunəsi oldu. Rəssamlıq Akademiyasında təşkil edilən Artilab adlı sərgi gənc istedadları və sənətsevərləri bir araya gətirdi. Artilabın, yəni tərsinə çevrilmiş palitranın ətrafına toplaşanlar, nümayiş edilən əsərlərin rəngarəngliyinin və uşaqların dünyanı necə fərqli qavradıqlarının şahidi oldular. Fırçaların sehri, rənglərin ahəngi. Bəs hər şey tərsinə dönsə əgər, adətən rəssamların sirlərini özündə gizlədən, rəngləri qarışdırıb yeni dünyalar yaradan palitra indi özü bir sənət əsərinə çevrildi. Məhz bu səbəbdən uşaqların xəyal dünyasından doğan əl işlərini nümayiş etdirən sərgi Artilab adı altında təqdim edildi. Bu ekspozisiya balacaların rənglərlə danışdığı, xəyallarını gerçəyə çevirdiyi bir məkan oldu. Hər bir əsər tərsinə çevrilmiş palitranın bir parçası idi. Rənglərin qovuşduğu, duyğuların coşduğu və hər baxışda yeni bir möcüzənin kəşf edildiyi bir dünya. Və bütün bu işlərin ərsəyə gəlməsində onların yaradıcılığının, təxəyyülünün və ən əsası balaca əllərinin yaratdığı böyük rənglər dünyasının üzə çıxmasında müəllimləri, rəssam pedaqoq Fəridə Süleymanlının dəstəyi və əməyi danılmazdı. Texnika olaraq akril, akvarel, milki istifadə olunur. Məqsəd bu sərgini etmək ona görədir ki, yəni uşaqlara daha da həvəs artırmaq, rəssamlıq yolunu davam etmək istəyən şagirdlər üçün daha da bir motivasiya olmaqdır. Məndə 5-12 yaşlı şagirdlərin əl işləridir burada. Uşaqların hər bir əl işi onların sonsuz xəyal gücünü, daxili dünyalarını, ətraf aləmə baxışını və ən əsası rənglərin onlara bəxş etdiyi sevincini əks etdirirdi. Hər kəsin hobbisi var. Mənim hobbim rəsm çəkməkdir. Mən də müəllimim Fəridə xanımın köməyi ilə gözəl rəsmlər çəkdim və bu sərgidə onları təqdim edirəm. Mən 2 ildir rəsm dərnəyinə gedirəm. Fəridə müəllimə bizə çox həvəslə rəsmləri çəkməyi öyrədir. Mən də həvəslə rəsmə gedirəm. Mən çox sevinirəm ki, çəkdiyim rəsmlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sərgilənir. Əl işlərimizdən olan sərgimizdir. Fəridə müəllimə təşəkkür edirəm ki, bizim üçün belə şərait yaradıb və mən də gələcəkdə onun kimi peşəkar və peşəsini sevən rəssam olacağam. Mən uşaqlıqdan rəsm çəkməyi xoşlayıram. Gözəl rəsm əsərləri çəkmişəm və onları bu sərgidə təqdim edirəm. 4 yaşımdan çəkirəm. Moskvada doğulmuşam. Rəsm çəkməyi ilk dəfə orada öyrəndim. İndi də Bakıdayam və burada da rəssamlıqla məşğul olmağı davam etdirirəm. Mən hələ uşaqlıqdan rəsm çəkməyi sevirəm. Amma rənglərlə işləməyi, daha gözəl rəsmləri ərsəyə gətirməyi mənə Fəridə müəlliməm öyrədib. Sərginin açılışında iştirak edən qonaqlar uşaqların yaradıcılıq potensialına heyran qaldı. Rəsmlərdəki səmimiyyət, detallara verilən diqqət və rənglərin cəsarətli istifadəsi ziyarətçilərin böyük marağına səbəb oldu. Bugünkü sərgi çox maraqlı ona görə ki, azad mövzudur. Bundan qabaq bizim çox maraqlı sərgimiz olmuşdu Azərbaycan uşaqların gözündə və sərbəstdir və bu sərgilər də nə üçün maraqlıdır ona görə ki, onlar öz tarixini bilməlidirlər. Uşaqlar, burada çox gözəl mənzərələr var. Azərbaycan tarixinə aid qablar, natürmortlar, kompozisiyalar, yəni azad mövzularda onlar həyatı necə görür, istədiyi kimi də
çəkirlər və sənət vəbşə ümumiyyətlə həyat özü rəssamdır. Burada bəzi uşaqlarla danışırlar, hətta mənzərədən işləyirlər, naturadan. Demək istəyirəm ki, doğru gözəl məkanda sərgidir və əlbəttə belə bir sərgilərin olması bizim gənclərin, balalarımızın sənətə olan məhəbbətini daha var. Siz göstərirsiniz. Bu verilişə baxan hər uşaq deyir, mən də şəkil çəkmək istəyirəm, mən də həvəsim var. Yəni böyük həvəs oyadır uşaqlarda. İlk növbədə mənə çox xoş oldu bu tədbirdə iştirak etmək. Bu gül balaların bu əl işlərini görmək də oradan çox ürəyim açdı. Bu yay aylarında Fərdə xanıma da böyük minnətdarlığımı bildirirəm. Belə peşəkarcasına belə tələbələri yetişdirir, belə rəssamlar yetişdirir. Mənim 3 evladım var, mən də istəyirəm onların bu peşəyə həvəsləri olsun, zaten də var. Ona görə də mən bu peşəni sevirəm və doğrudan da çox yaraşdırıram. Yəni bizim balalara bu peşəni, rəssamlıq peşəsini, çünki doğrudan da çox dərin, mənalı və maraqlı peşədir. Artçılab təkcə rəsm sərgisi yox, həm də gənc nəsillərin sənətə olan sevgisinin və vətənə bağlılığının canlı bir təzahürü oldu. Bu sərgi bir daha sübut etdi ki, sənətdə yaş məhdudiyyəti yoxdur və uşaqların sonsuz dünyası ən böyük ilham mənbəyidir. 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə paytaxtın bir çox mədəniyyət məkanlarında silsilə tədbirlər keçirilib. Tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konsertləri təşkil olunub. Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində 15 iyun Milli Qurtuluş Gününə həsr olunan Qurtuluşdan Zəfərə adlı tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmailov, millət vəkilləri, tanınmış ziyalılar, rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, məktəbə qədər və orta ümumi təhsil, tibb, mədəniyyət müəssisələrinin direktorları, ictimai birliklərin rəhbərlərinin iştirakı ilə baş tutan tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin onun adına İstirahət Parkında ucaldılan abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçərək ən uca zirvə, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar İttifaqının üzvü, Miras qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəylinin doğma Qarabağa həsr olunan Qarabağın Mirası adlı rəsmi sərgisi də tədbir çərçivəsində ziyarətçilərə təqdim olundu. Tədbiri giriş nitqi ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günündən danışdı. Bildirdi ki, 1993-cü il iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bugün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki ümummilli lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda dövlət başçımız cənab İlham Əliyev olmaqla bütün xalqımız yaşadır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək. Daha sonra tədbirdə çıxış edən 283 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Ayla Qasımova öz tarixinin güclü yüksəliş və sürətli inkişaf dövrünü yaşayan ölkəmizin gənci olmaqdan qürur duyduğunu, Azərbaycan gənclərinin ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq ölkənin inkişafına töhfə verməyə hazır olduqlarını vurğuladı. O, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən Heydər Əliyev və Azərbaycan tarixi yazı işi müsabiqəsinin finalçısı olaraq gənclərin tariximizə və dövlətçilik ənənələrinə bağlılığının,
önəmini ifadə etdi. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının əməkdar artistləri İlkin Əhmədovun və Nigar Şabanovanın ifasında musiqilər səsləndi. Necəsən, üzü gül gülşəni görüm, necəsən, ay mənim sevgili yarım, necəsən. Sakinlərinin asudə vaxtlarını maraqlı və səmərəli keçirməsi üçün Xətai rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq müxtəlif bayram konsert proqramları təqdim olunur. Heydər Əliyev Parkında düzənlənən növbəti belə bir bayram konserti əməkdar artist Nigar Şabanova və tanınmış ifaçı Vasif Əzimovun iştirakı ilə baş tutdu və Xətai sakinlərinin ürəyincə oldu. Musiqili Bakı festivalı çərçivəsində Heydər Əliyev adına İstirahət Parkının amfiteatr səhnəsində baş tutan konsert proqramı Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və YAP Xətai rayon təşkilatının təşəbbüsü ilə gerçəkləşdi. Bundan sonraki günlər demək olar ki, hər 5-ci gün nəzərdə tutmuşuq. O deyək ki, bayram günlərindən əlavə olaraq hər 5-ci gün burada belə bir ölkəmizin tanınmış estrada ustalarıdır, sənətkarlarının iştirakı ilə belə bir konsertlər həyata keçiriləcək və digər layihələrimiz də var. O cümlədən kino filmlərin, kino sənətkarlarla görüşlərin təşkil olunmasıdır. Müxtəlif layihələr vardı ki, davamlı olaraq bu tərəfimizdən və Bakı Baş Mədəniyyət Baş İdarəsi ilə birgə layihədir həyata keçiriləcək. Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələrinin, Milli Məclisin deputatları, YAP Xətai rayon təşkilatının nümayəndələri, həmçinin Vətən müharibəsi qəhrəmanları, Cümşüd Naxçıvanski adına Azərbaycan Hərbi Liseyinin kursantları, şəhid ailələri, qazilər və rayon sakinlərinin iştirakı ilə baş tutan bayram konsertində incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalarını təqdim etdilər. Tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbasın həyatından, onun hakimiyyətdə olduğu illərdən bəhs edən Şah Abbasnamə tamaşası təqdim olunacaq. Tanınmış yazıcı, dramaturq İlqar Fəhminin Şahnamə piyesi əsasında hazırlanan səhnə əsəri Dövlət Milli Gənc Tamaşaçılar Teatrında təqdim ediləcək. Mən bu fani dünyaya gözümü açanda ölkəni dağılıb parçalanmış gördüm. Səfəvi dövləti əvvəlki kimi qüdrətli bir türk məmləkəti deyildi. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Şah Abbasnamə tamaşasının premyerasına hazırlaşır. İyunun 21-i və 22-si saat 19-da ilk dəfə oynanılacaq səhnə əsəri yazıcı dramaturq İlqar Fəhminin Şahnamə piyesi əsasında hazırlanıb. Səfəvi Qızılbaş İmperiyasının yüksəliş dövründən bəhs edən 2 hissəli tarixi dramın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissoru Səbinə Məmmədzadə, rejissor assistentləri isə Fuad Cavadzadə və Nəsibə Canaliyevadır. Tamaşada xalq artisti Qurban İsmailov, əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Növfəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Sənan Kazımlı, Niyaz Qasımov, Mətləb Abuşov və başqaları iştirak edirlər. Sədaqətli ordu yaratdım. Əmrlərin hərc-mərciliyinə son qoydum. Məmləkətin itirilmiş vilayətlərini geri qaytardım. Səltənətin əvvəlki qüdrətini bərpa etdim. 4 hissəli tarixi psixoloji dram Şah Abbasnamə tamaşası Səfəvi İmperiyasının
hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Rejissorun bədii baxışı ilə təqdim olunan səhnə əsərində tamaşaçılar tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbasın ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmədiyinin şahidi olacaqlar. Başını dikəldib asimana çatdırdı. Mən Türk Qızılbaş məmləkətinin hökmdarı Şeyx Heydəroğlu İsmail Bahadurun xələfi Şah Məhəmmədoğlu Şah Abbas Səfəvi. Atlar əsrlər boyu bəşəriyyətin ayrılmaz bir hissəsi olub, tariximizə, mədəniyyətimizə və ruhumuza dərin izlər salan canlılardır. Onlar sadəcə güc və zərifliyi deyil, həm də sədaqət, azadlıq və vəfalı dostluğun simvollarıdır. Yeni təqdim olunan Yar, At, Güc, Zərifliyi və İrs adlı incəsənət sərgisi rəssamlarımızın fırçasından süzülən atların misilsiz gözəlliyini, dinamikliyini və onların insanlarla olan unikal əlaqəsini əks etdirən əsərlərin möhtəşəm bir kolleksiyası oldu. Ömər Atçılıq Mərkəzində sənətsevərlərin ixtiyarına verilən Yar, At, Güc, Zərifliyi və İrs adlı incəsənət sərgisi qədim tarixdən bugünə qədər insan mədəniyyətində dərin iz buraxan at obrazını müxtəlif bədii üslublarla təqdim edir. Sərginin konsepsiyası atın yalnız fiziki bir varlıq deyil, həm də azadlıq, güc, hərəkət, sədaqət və zərafət kimi dəyərlərin bədii simvolu olduğunu vurğulayır. Rəssam Turan Muxtarzadənin təşəbbüsü və kuratorluğu ilə reallaşan bu layihə çərçivəsində 34 istedadlı rəssamın fərqli texnika və yanaşmaları ilə 40-a yaxın rəngkarlıq əsəri nümayiş olundu. Biz artıq 3 aydır bu sərgini gerçəkləşdirmək üçün gecə-gündüz çalışmışıq və əsas ilham mənbəyimiz təbii ki atların keçmişimizdə, bugünümüzdə və gələcəyimizdə buraxacağı izləri yaddaşlara bir daha sənət vasitəsilə həkk eləməkdir. Rəsmlər ümumiyyətlə atın bəşəriyyətdə, mifologiyada, ədəbiyyatda, məişətdə və gündəlik həyat tərzimizdə hansı rollarda iştirak edə bilərsə, çalışmışıq bütün rəsmlərdə bunu geniş və əhatəli şəkildə çatdıraq tamaşaçıya. Kolleksiya miniatür sənətindən tutmuş müasir abstrakt kompozisiyalara, mifoloji süjetlərdən realist portretlərə qədər geniş spektri əhatə edir və tamaşaçıya həm vizual, həm də mənəvi bir yolçuluq təklif edir. Əsərlər arasında köçəri mədəniyyətlərin qüdrətli atları ilə yanaşı, saray mədəniyyətinin incə cinsləri və onların daşıdığı simvolik mənalar da yer alır. Yar, At, Güc, Zərifliyi və İrs sərgisi həm ənənəni yaşadan, həm də çağdaş ifadə vasitələri ilə keçmişə yenidən baxan sənətkarların ortaq düşüncə platformasıdır. Bu sərgi vasitəsilə at obrazı bir daha sübut edir ki, o yalnız keçmişin yadigarı deyil, bugün də ruhumuzu və təsəvvürümüzü ilhamlandırmağa davam edir. Adım Nüşabədir. Bu adı mənə nənəm qoyubdu və nənəmin ən sevdiyi poeması Nizami Gəncəvinin İskəndərnamə poemasındakı Nüşabəyə qoyubdu adımı və mən də belə düşündüm ki, illər sonra nənəmin xatirinə özümü, yəni Nüşabəni atla birlikdə, düzdür İskəndər olmasa da hələlik tək belə çəkmişəm. Əsərimin adı Gözəlliyin Sükutudur. Yağlı boya ilə kətan üzərində işləmişəm. Əsərin özündə paradoksal bir güc gizlidir. Qırmızı libaslı qadın və qara at özləri özlüyündə estetik bir, zərif bir gücü təmsil edirlər. Bu əsərə baxanlar, hər baxan özlüyündə orada bir mistik bir gücü, o qara atın verdiyi güclü hissləri və qırmızı paltarlı qadının zərif və estetik gözəlliyini görə bilər orada.
Mən bu sərgiyə Əsilzadələrin Oyunu adlı əsərimlə qatılmışam. Bu əsərim texnikası yağlı boya, kətan üzərində yağlı boya üzərində çəkilib və üslub olaraq isə impressionizm üslubunda çəkilib. Mən əsərimdə məhz atların yarış iştirakçısı kimi əks etdirmişəm və düşünürəm ki, bu hərəkətlilik öz işimdə öz əksini tapmışdı. Bugün Turan Art Studiyanın təşkil etdiyi Yarat sərgisində iştirak edirəm. Öz rəsmimi burada sərgiləyirəm. Bu rəsmin adı Şərq Günəşidir. Əsərimdə atın gözəlliyini, həmçinin də Azərbaycan milli miniatyurasını birləşdirmişəm. Burada sevgi, məhəbbət və üsyan birləşib əsərimdə. Rəsmim kətan üzərində çəkilib, yağlı boyalardan təsvir olunub və rəsmdə bəzi xırdaçılıqlar, bəzi məna daşıyır. Yəni burada sevgi, eşq, məhəbbət, həmçində insanların qəddarlığını təsvir etmişəm və bununla da atın şaxə qalxmağından mən onun bu dünyaya üsyan etməyini təsvir etmişəm. Qeyd edək ki, Turan Muxtarzadənin təşəbbüsü və kuratorluğu ilə reallaşan Yar At, Güc, Zəriflik və İrs adlı incəsənət sərgisi Ömər Atçılıq Klubunda Ömər Kuboku uğrunda yarış çərçivəsində təqdim olundu. Xəbəriniz varmı, müasir cəmiyyətdə dəyərlər sistemi necə sürətlə dəyişir? Bəs mənəvi dəyərlərin maddi qazanclarla əvəzlənməsi sizə necə təsir bağışlayır? Bəs heç xəbəriniz varmı, günümüzün qəhrəmanları pul, var-dövlət və sosial status arxasınca qaçarkən hansı yollara əl atırlar? Hansı çətinliklərlə üzləşir və nəticədə nələri itirirlər? Bütün bu suallara cavabı kinosevərlərin ixtiyarına yeni buraxılan Materialistlər filmi verir. Ekran əsəri paytaxt kinoteatrlarında nümayiş olunmaqdadır. Cinemastercard kinoteatrlar şəbəkəsi növbəti dəfə kinosevərləri bir araya gətirdi. Filmin təqdimatı münasibəti ilə tanınmış mədəniyyət və incəsənət xadimlərinin, blogerlərin və media nümayəndələrinin iştirakı ilə maraqlı və rəngarəng şou proqram təqdim olundu. Daha sonra geniş ekranda söz materialistlərə verildi. Filmin ssenari müəllifi və rejissoru Selin Sondu. Baş rollarda Dakota Johnson, Pedro Pascal və Chris Evans çəkiliblər. Peşəkar evlilik agenti Lucy sevgi haqqında hər şeyi bildiyinə əmindir. Qəlbləri ustalıqla birləşdirən Lucy öz subay qalmağa davam edir. Amma cazibədar milyonçu Randy onunla maraqlanmağa başlayanda və keçmiş sevgilisi yaraşıqlı John yenidən ortaya çıxanda Lucy anlayır ki, əsl sevgi heç bir formul və hesabla ölçülə bilməz. Materialistlər filmi cəmiyyətimizdə dərin kök salmış materializm və pul düşkünlüyü mövzusuna satirik və ya dramatik bir yanaşma gətirir və izləyicini materializmin fəsadları haqqında düşünməyə vadar edir. Filmin verdiyi əsas mesajda isə həyatın əslində yalnız maddi qazanclardan ibarət olmadığı və əsl xoşbəxtliyin başqa yerlərdə olduğu vurğulanır. Hey, are you single? I'm a matchmaker. Give me a call if you want to meet somebody. Bugün Amerika istehsalı olan Materialistlər adlı komediya filmi nümayiş olunacaq. Ekran əsəri tədbirin yüngül və romantik təəssüratını mükəmməl şəkildə tamamlayacaq. Filmin ssenari müəllifi və rejissoru Selin Sondur, baş rollarda Dakota Johnson, Pedro Pascal və Chris Evans canlandırıblar. Hər dəfə yeni filmləri izləmək çox dəyərlidir. Çünki həmin o filmləri biz izləyəndən sonra, biz sənət adamları izləyəndən sonra ətrafımızda olan insanlara bu film haqqında məlumat veririk və onlarda filmə, insaniyyətə maraq oyadırıq. Materialistlər filmi Cinemastercard kinoteatrlar şəbəkəsində artıq nümayiş olunmaqdadır. 11 yaşlı rəssam İnci Mirzəyeva doğum günündə ən böyük hədiyyəni elə özü-özünə təqdim etdi. Onun rəngli dünyasını əks etdirən əl işlərindən ibarət Rənglərin İncisi adlı fərdi sərgisinin təqdimatı ilə.
Rəsmlər 11 yaşlı gənc rəssam İnci Mirzəyevanın rənglər dünyasını əks etdirən Rənglərin İncisi adlı sərgidəndir. Ekspozisiyada İncinin zəngin daxili aləminin təcəssümü olan 100-ə yaxın əl işi bir araya gəlib. Bu sərgi həm də 11 yaşı yenicə tamam olan gənc rəssamın ad günü hədiyyəsidir özünə. Rənglərin İncisində gənc fırça ustasının müxtəlif mövzularda yaratdığı əsərlər maraqla qarşılandı. Burada milli adət-ənənələrimizi əks etdirən rəsmlərdən tutmuş canlı natürmortlara, ruh oxşayan peyzajlara, sevimli heyvan təsvirlərinə və uşaqlarımızın yaddaşına hopmuş nağıl qəhrəmanlarına qədər hər cür sənət nümunəsi yer alıb. Həm respublika, həm də beynəlxalq sərgilərin iştirakçısı və qalibi olan İnci Mirzəyeva təqdim etdiyi hər bir əsərdə özünün bənzərsiz təxəyyülünü və rənglərə olan sonsuz sevgisini sənətsevərlərlə bölüşdü. Biz bu təhsil ilinin əvvəlində qərar verdik ki, sərgi edəcəyik, İnci üçün fərdi sərgi eləyəcəyik. Bilirsiniz ki, fərdi sərgi etmək çox çətin bir məsələdir. Çünki rəssam ona tam hazır olmalıdır. İnci də gənc rəssam olmağına baxmayaraq, bu bir il ərzində həddindən artıq çox işlədi öz üzərində. Həm dərslərini yaxşı oxudu, həm şəkillərin üzərində və bizim sərgidə müxtəlif mövzularda işlər var. Burada həm milli adət-ənənələrimizi görə bilərsiniz, natürmortlar, portretlər, heyvanlara aid rəsmlər, nağıllarımız, folklorumuz, hər bir şeyi əhatə etmişik bu sərgidə və mən də İnciyə nə arzu eləyə bilərəm? Bundan sonra bundan da böyük, bundan da gözəl uğurlar arzu eləyirəm. Sərgi üçün çox həyəcanlıydım və sərgimdə çox şəkil olmasını istədiyim üçün günlərlə şəkillər çəkirdim. Hətta sərgimə bir gün qabaq belə şəkildə çəkmişdim ki, gözəl alınsın, qəşəng görsənsin. Şəkillərimdə qrafik dəstə xətdən istifadə etməyi çox sevirəm. Çünki qrafikdə incə-incə naxışlar məni həmin naxışlara heyran oluram. Çünki çox xoşuma gəlir. Mənim şəkillərimdə millilik tapa bilərsiniz. Bu isə mənim Azərbaycanıma, vətənimə qarşı necə bağımlı olduğuma işarədir. Mənim şəkillərimdə daha çox qarışıq üsullardan istifadə edirəm. Meyki, akvarel markerlər, akşil boyalar, fırçalar, sulu boyalar və s. Və mən demək istəyirəm ki, buradakı bəzi şəkillər müsabiqəyə göndərdiyim şəkillərdir və mən bu şəkillərlə beynəlxalq, ümumdünya xalq üzrə birinci yerlər, ikinci və üçüncü yerlərə layiq görünmüşəm. Mən çox sevincliyəm ki, mən rəssam olaraq, Allah məni rəssam olaraq yaradıb və ümid edirəm, belə də davam eləyirəm. Doğrudan da İncidə böyük bir istedad var. Mən bir rəssam olaraq onda olan istedadı çox hiss elədim və gördüm. İnci böyük istedada malik olan bir uşaqdır və gələcəkdə də o istedadla böyüyüb yaradarsa, ondan böyük bir dahi rəssam çıxa bilər. Mən arzu edərdim ki, o necə indi işləyir, elə də işləsin və istedadını boş yerə itirməsin. Azərbaycan təsviri sənətinə belə gözəl incilər lazımdır. Bu sərgi İnci Mirzəyevanın hələ 11 yaşında olmasına baxmayaraq istedadının və yaradıcılığının nə dərəcədə böyük olduğunu bir daha sübut etdi. Onun rənglərlə yaratdığı bu dünya hər kəsi heyran qoydu. Və salam, Afişanın bu həftə sizə təqdim edəcəyi mədəniyyət xəbərləri bunlar idi. Növbəti həftə görüşənədək sağ olun, salamat qalın.